Qarışığı heterogendir. Niyə? Çünki sökmə suxurlar nə qədər qarışdırsaq da su ilə qarışmır. Eləcə də qalıb dibinə çökə bilər. Ona çökmə suxur deyir. Hər işlərini də göstər. Bu təbəqədə təbaşir dövründə olan kalsium karbonat ayrılır. Kalsium karbonatın bu dövrü ərzində 3 növ var. Kalsium karbonatın başqa bir həmçinin istehlakçı adlandırmaq ola bilər. Çünki ondan doldurucu üzüklər və mastiklər kimi də istifadə edə bilərik. Ayrıca kalsium karbonat məişət kimyəvi maddələrin istehsalında santexnik. Onun tuzlar şəklində 3 qramla qədər silisium həll olur. Silisium ise bax və öyrən hər şey bular. Silisiumun şəkli. Kalsium dişlərin və sümüklərin meydana gəlməsində həyati vacib əhəmiyyətə sahib mineraldır. Silisium kimyəvi elementlərin dördüncü cədvəldə 14-cü element, yer kürəsində oksigenden sonra ən çox yayılmış ikinci elementdir. Zazo 3, kalsium karbonat, kalsit təbaşir mərmər, bir də əhəng daşı. Za3, PO4, 2 kalsium fosfor, fosforik, sümük unu, Za NO3, 2 kalsium nitrat, kalsium şorası. Za hüceyrə divarlarının zeytlənməsinə və bitkilərin çürüməsinə səbəb olur. Kök sistemi zədələnir, qarışdırmamalı və ayrıca saxlamalıdır. Bütün dərmanlara ayrı şəkildə bitkilər, inhibitorlardan və asitlərin yüksək temperaturda Reduksiya edicilərin iştirakı ilə reduksiya Dəmir F deyə işarə olunur. Qan hemoglobin tərkibində və əzələlərdə rast gəlinir. Ən çox heyvan mənşəli anemiyası baş verir. Kalsium orqanizmdəki sümüklər meydana gətirəndə onları mənşələndirən bir elementdir. İnsan orqanizmi onları da görər. Yox, ümumi göstər uşaqlar da var. Həyecanlanmıyor. Almışdır. 19-cu əsr sonları, 20-ci əsr əvvəllərində isə şəkər döşü ən çox istehsal edən ölkə Almaniyadır. Fiziki, şəkər döşü Şeydi belə zəfir. Növbəti uşağa. Biri bu. Yavaş yavaş göster. Ay arkadaşlar. Biri o. Biri bu. Görə bilmədim, biraz Biri nədir? Ebi yox, qodur. Şəkər hazırın, şəkər daxı. şəkər tozundan da. Bəli. Şəkərdən danışdığınız üçün Squid Game'dəki şəkər hazırın. İğnelerle ve sistemlere araba olur. Organizmde lazım olan 60% gıda. Kimyevi formülüdür. Her bir amonyak molekülünün bir azot ve üç hidrojen miqyasında alınmasının esas üsulu Haber-Bosch prosesidir. Bu proseste azot ve hidrojen amonyak kimya sanayisinde mühim rol oynayan çok yönlü birleşmedir. Kent təsərrüfatı, sənaye və məişətdə geniş tətbiqi var gübrələrin istehsalından tutmuş soyuducu Birçok meyve ve kire meyve şirelerinde rast gelir. Glukoza olur. Baxın, üsüflər. Bunda şəkər tozu haqqında danışacağım. Şəkər tozu formulu C12H1211-dir. Birincisi, kristal ölçüsü 0,2 və yaxud da 2,5 mm aralığında dəyişir.